Salam, xoş gördük sizləri. Bu video dərsimizdə sertifikasiya imtahanında düşən sualları izah edəcəm. Başlayaq birinci sualdan. Birinci sualı mən 3 sualla yazacağım. Birinci sual. 180 dərəcədən çıxacağım 40 dərəcəni. Çünki şərtdə 40 dərəcəni qeyd edib. Olacaq 140 dərəcə. Bunu da bölürəm 2-yə. Nəyə görə bölürəm? Çünki 2 dənə bucaqdan söhbət gedir. Biri kiçik, biri böyük. Yəni biri iti, biri kör. Olacaq 70 dərəcə. Bu kiçiyidir. 180 dərəcədən də çıxıram kiçiyin 70 dərəcəni. Böyüyün tapıram. Deməli cavab oldu 110 dərəcə. Bizdən də böyük bucağı soruşurdu. Bu bir üsul. İkinci üsul. Birinə alfa deyirəm, birinə də beta deyirəm. Bunların cəmi 180 dərəcədir. Burada da şərtdə fərqin qeyd edilibdir. 40 dərəcə. Bunda alfa çıxılsın, beta bərabərdir 40 dərəcə. Tərəf-tərəfə toplamada betalar islah olunur. 2 alfa bərabərdir 220 dərəcə. Dərəcədir. Buradan da alfanı tapdım 110 dərəcə. Elə böyük bucaq 110 dərəcə. Kiçiyini də soruşanda burada alfanın qiymətini qoyub betanı tapırıq 70 dərəcə. Bu da kiçikdir. Bu iki üsul. Üçüncü üsulda bu şəkildə yazmaq olar. Birinə alfa deyəcəm, birinə də alfa plus 40 dərəcə. Çünki bunların fərqi 40 edir. Alfalar islah olunur, 40 dərəcə qalır. Və bunları da toplayanda 180 dərəcə olur. Onda toplayanda bu olacaq 2 alfa plus 40 dərəcə bərabərdir 180 dərəcə. Buradan da 2 alfa bərabərdir. 180-dən 40-ı çıxdım 140 dərəcə. Böldüm 2, alfanı tapdım 70 dərəcə. Kiçiyi 70 dərəcədirsə, 70-in üstünə 40 gələndə olur 110 dərəcə. Bu da böyüyü. Yəni 3 üsulla rahat yazmaq olur. İkinci sual. Əbobda qüvvəti kiçik olan götürülür. Baxın, burada 2-nin kubudur. Burada 2 üstü m-dir. Cavaba 2-nin kvadratı verir. Deməli, m 2 olmalıdır. Nəyə görə qüvvəti böyük olan əkob olur, qüvvəti kiçik olan əbob olur, onu deyim. Bax, 2-nin kubu bölünsün 2-nin kvadratı. Bu 8 olur, bu da 4 olur. Biz dedik, bir ədəd digər ədədə tam bölünərsə, əkobu bölünən olur, əbobu da bölən. Ona görə deyirlər ki, əbobda qüvvəti kiçik olan götürülür. Yəni, üstündəki vuruqun sayıdır. Yəni, vuruqun sayı da deyə bilərik. Vuruqun sayı hansında kiçikdirsə, o əbobdur. Amma vuruqun sayı hansında böyükdürsə, o əkobdur. İndi burada da əbob verib, 2-nin kvadratı götürüb. Deməli, bu 2-nin kubu ilə 2-nin kvadratı olub ki, burada 2-nin kvadratı yazılıb. Deməli, m oldu 2. Burada da 3 üstü k yazıb, burada da 3 üstü 5 yazıb. Və bura 3 üstü 4 verib. Deməli, k 4 olmalıdır. Yəni, qüvvəti kiçik olan götürdü. K-nı da tapdım 4. Burada da 7 üstü m verib, burada da 7-nin üstü 4 verib. Burada 7-nin kubu verib. Deməli, m burada 3 imiş də, qüvvəti kiçik olandır. N-i də tapdıq 3. M, N-K-nı soruşur. M-in qiyməti buradan 2 çıxdı. N-in qiyməti 3 çıxdı. K-nın da qiyməti 4 çıxdı. Toplayanda olur 9. Cavab oldu 9. Banka qoyulan pul 60.000 manat. Pul hər il qoyulan məbləğin 6,5% qədər artım verir. 2 ildən sonra məbləğ nə qədər olar? Bunu sadə faiz artımı ilə də yazmaq olar. Amma belə hesablanma ilə də yazmaq olar. Mən belə də yazdım. 2 üsulla yazacağam. Birinci 60.000 pul qoyulub. Bunu 6,5%-ni tapacağam. Vururam 6,5%-ə, bölürəm 100%-ə. Sıfırları atdım. Buradan da sıfırın birini silirəm. Çünki 6,5-i vuranda bunu 65 eləyirəm. Sıfırın birini silirəm. Yəni 65 vurulsun 60 deməkdir. Bu nə qədər edir? 6-nı vuranda 60-a 3 60, 6 5-də 30. 390. Bir dənə də 0 yazırıq. Deməli, 60.000 pulu 1 il, yəni birinci il artıranda 6,5% artıranda bu 3009 manat elədir. 2 il dediyi üçün bunu 2-yə vururuq. 2-yə vuranda da bu olur 78 2-0. Deməli, 7800. Deməli, 2 il ərzində bu pul 7800 manat artıb. Bunda 60.000 idi. 60.000. Üzərinə də 7800 gələndə olur 67800. Deməli, cavab oldu 67800. Bir də sadə faiz artımı ilə yazmaq olur. Sadə faiz artımı da belədir. Sn bərabərdir, S vurulsun 1 plus, artanda plus olur. Azalma desəydi minus olardı. M vurulsun P faiz, bölünsün 100%. Bax, belə. Bu S başlanğıcdır, yəni ilkin məbləğ, qoyulan məbləğ. 60.000 verib. Yazıram 60.000.
vurulsun 1 plus n ildir. Burada 2 il verib. Yəni n sayı bildirir. 2 vurulsun p faizdə burada məsələdə verilib. 6,5 faiz bölünsün 100%. Bu 2-ni 6,5'ə vuranda 13 olur. 1'in üzərinə %13'ü gələndə belə yazacağım. 60.000 vurulsun. %113. Bu 2 sıfır buradan ixtisar gedəndən sonra qalır 600 vurulsun 113. Bu da olacaq 78, yox. Neçə idi cavab? 67.000. 67.800 olacaq. Yəni 6'nı 113'ə vuranda 678 eləyir. 2 sıfırı da ardınca yazırıq. Cavab oldu 67.800. Yəni 1 bu usulla yazmaq olar, 2 hazır sadə faiz artım düsturu ilə yazmaq olar. Nəyə görə sadə faiz artım düsturudur? Burada deyir ki, hər il, bax bu sözü deyir. Amma bu sözü deməyəndə bu mürəkkəb faiz artım düsturu olacaqdır. Üçüncü sual. Loqaritma 2 əsasından biz 18'i burada bu şəkildə yazırıq. Yazırıq loqaritma 2 əsasından 2 plus loqaritma 2 əsasından 9. Bu 9'da 3'ün kvadratı yazıram. Loqaritma 2 əsasından 2 1'dir. Plus, buradan da bu 2 keçir qarşıya, əmsal kimi. Olur loqaritma 2 əsasından 3. 2 əsasından 3. Bunun da qiymətini verib. 2 əsasından 3 m-ə bərabərdir. Yazıram 1 plus 2'ni buradan vururam. Bax bu vurmadır. M-ə. Olur 1 plus 2m. Cavab belə də qalır. 4-cü sualda. Limit. En sonsuzluğa yaxınlaşdıqca sürət və məxrəcin hədlərin n kvadratına bölürük. Yüksək dərəcəyə bölürük. Deməli bu şəkildə yazırıq. 2n kvadrat bölü n kvadrat çıxılsın. 3n bölünsün n kvadrat. Üstə gəl 5 böl n kvadrat. Buradan da 4n kvadrat bölü n kvadrat çıxılsın 2n böl n kvadrat. Nəyə görə n kvadratına böldük? Çünki n sonsuzluğa yaxınlaşır. Bu sonsuzluğun kvadratı sonsuzluq olur. 4'ə vurdum elə sonsuzluq elədi. Yenə də n-i, yəni n-in yerinə sonsuzluq qoyanda 2 sonsuzluğa vurdum. Oldu sonsuzluq, çıx sonsuzluq. Yəni bu o deməkdir ki, bu sonsuzluğa gedir. Məxrəc həddindən artıq böyüyür. Bu sıfıra yaxınlaşır. Ona görə bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün biz bunu sürət və məxrəcin hədlərin n kvadratına böldüm. Belə bir qayda da var. Limit n sonsuzluğa yaxınlaşanda 1 böl n üstü k bərabərdir 0. K da natural ədəddir. Bax belə. Burada da bax 5 böl n kvadrat 0'a gedir. Bu n'lər gedəndə 1'i gedir. Qalır 3 böl n. Bu da 0'a gedir. Burada da n'in 1'i gedir. Qalır 2 böl n. Bu da 0'a gedir. N kvadratlar getdi. N kvadratlar getdi. 2, 4. Deməli sürətdə 2 qaldı. Məxrəcdə 4. Bu da olur 2'də 1. Cavab oldu 2'də 1. Bunu bu şəkildə yazıram. X kiçikdir 6. Bu da elə buradan yazaq da 3x böyük bərabərdir 9. Böləndə də neçə olur? X böyük bərabərdir 3. Deməli, bu o deməkdir ki, 3 ilə 6, 3 daxildir. Tam əllərin cəmini soruşur. 3, 4, 5. Bunları da toplayanda olur 12. 6-cı sualın cavabı oldu 12. Baxın, bu çox ədliyə bölünür, tam bölünür. Beze teoreminə görə 11-ci sinifdə var. Bu x plus 1, bax, bunun vuruqudur. Nəyə görə? Bu çox ədli buna tam bölündüyü üçün, bax, bu vuruq bunun vuruqudur. Yəni, bunun həllidir, köküdür. Bunda x plus 1'i 0'a bərabərləyirəm, x-i tapıram -1. Aparıb çox ədli də yerinə qoyuram, 0'a bərabərləyirəm. Çünki biz demişik, çox ədlinin kökünü, yəni həllini yerinə qoyanda bu 0'a bərabər olmalıdır. X-in kubu, yəni -1'in kubu elə -1 olacaq. Üstə gəl -1'in kvadratı 1 olacaq. 2 vurulsun -1, bu da -2 olacaq. -2. Plus m bərabərdir 0'a. Bunlar islah olundu. Buradan da m bərabərdir 2'yə. Deməli, cavab oldu 2. Bu sualda mexaniki səhv var. Burada yəni deyilmir ki, bax bu YC AK-ya bərabərdir və ya bu paraleqramdır. Paraleqrama oxşuyur, amma ola bilər bura bərabər olmaya da bilər.
Deməli, necə verir burada? Tərəf 10'dur. Yəni, kvadratın tərəfi 10'dur. Bura bütöv 10'dur. Bunda bura x isə bura olur 10 minus x. A, B, Y. Buranın sahəsi bu düzbucaqlı üçbucaqdır. Tutaq ki, bura bir S1 qoyuram. Bu S1 olsun. S1 bərabərdir. Katetləri vurub 2'yə bölürəm. 10 vurulsun 10 minus x bölünsün 2. Buradan ixtisar apardım. 5 ilə vurdum 10 minus x-ə oldu 50 minus 5x. Bax, buranın sahəsidir. İndi bura 10'dur. Burada 90'dır. Amma bura bilinmir də. Yəni, əgər buranı bura bərabər versəydi, yəni x olsaydı, onda burada 10 minus x olacaqdı. Bunun da sahəsini bir S2 qoysam, S2 bərabərdir. Yenə də düzbucaqlı üçbucağın sahəsidir. Katetləri vurub 2'yə bölürəm. 10 vurulsun 10 minus x bölü 2. Elə bu da olacaq 50 minus 5x. İndi bu ştriklənmiş hissələrin sahəsini soruşanda, burada da A, B, Y buru. Bu S1'dir. Buradır. C, K, Y. Bu C, D, K'dır. Amma C, Y, K buradan gələk xət çəkəm. Üçbucaq olsun. Əgər ştriklənmiş hissə veribsə, bu ştriklənmiş hissələrin sahəsini soruşacaq. Bunda biz bunları toplayanda, yəni S1 ilə S2'ni toplayanda, bu 50'ləri toplayanda 100 olur. Çıxılsın 10x. Bu belə ola bilməz. Bu tip suallarda həmişə dəyişənlər islah olunur. Cavab dəyişənsiz ifadə olur. Yəni hazır sabit qiymətə bərabər olur. Əgər buradakı kimi versə CK-yı, bax buradan bura xətt çəkirəm. CK-y olur. Onda buranı rəngləyərdi. Yəni buranı işləkləyərdi. Buradan hündürlüyü atacam. Bura hündürlük. Yəni bu hündürlük ilə kvadratın tərəfinə bərabərdir. Elə də yanaşaq buna. Bax, buradan hündürlük 90 dərəcədir. Bura 10'dursa, elə burada 10'dur. Bunda bu düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağa ehtiyac yoxdur. Bax, Y, C, K. 2'də 1 AH düsturur. Yəni hündürlük bura oturacaq. Bunu buradan yazaq. Hündürlük 10'da oturacaq da x-dir. 10x bölünsün 2. İxtisar gedir 5x. Bax, buranı əgər versəydi, bununla bunu məsəl üçün deyirəm versəydi. Bunda buranı silirəm. S1'in sahəsi 50 minus x oldu. 50 minus 5x. Məsələn, bu sual tam deyil. Şərt verilməyib burada. Mən təxmini deyirəm. 50 minus 5x-dir bunun sahəsi. Buranın sahəsi, buranın. Əgər buranın da sahəsini buradakı kimi burada elə soruşub da, bunun da sahəsi oldu 5x. Toplayanda bu 5x. Bunlar islah olunur, cavab 50 olur. Yəni bu tip suallarda həmişə baxın, bu dəyişənli ifadələr islah olunur. Cavab dediyim kimi tam ədəd olur. Fərqi yoxdur, tam ədəd oldu, olmadı. Yəni ki, dəyişənsiz olur da, sabit ədəd olur. Amma bu sualda nəsə çatmır. Yəni şərt tam verilməyib. Keçək buradan 9-cu suala. Bəzi suallar burada nəsə tam verilməyib. İmtahanda kimin yadında necə qalıbsa elə yazıb. İndi burada necədir, mən də elə izah edəcəm. Yəni o 8-ci sual tam deyildi. Ona görə mən hər iki hala baxdım orada. BC, CD 17'yə bərabər. Deməli, oturacaq 17'dir. Bu yan tərəfdə 17'dir. AD də 32'dir. Burada 32'dir. Trapesiyanın perimetrini soruşur. Buradan hündürlüyü çəkirik. Bax, bu hündürlük. Bura 17'dirsə, burada 17 olacaq. Burada 17. Tutaq ki, bura bir K qoyaq. Yəni AK buradan elə BC-yə bərabərdir. Buradan AD-ni 32 vermişsə, 32-dən 17 çıxdan bura 5 qaldı. Bu düzbucaqlı üçbucaqdır. Bu hündürlüyü tapa bilərik. Pifaqor teoremidir. Katetlərin kvadratları cəmi bərabər hipotenuzun kvadratına. Bunda 289-dan 225 çıxanda neçə qalır? 64. H kvadrat 64 oldu. Bundan da 8 çıxır. Deməli, hündürlüyü tapdım 8. Burası 8 isə Pifaqor teoremi ilə. Elə burada 8 olacaq. Çünki bura bərabərdir. Düzbucaqlı trapesiyanın həm kiçik yan tərəfidir, həm də hündürlüyü sayılır. Bir trapesiyanın perimetrini tapın.
4 tərəfi toplayacağım. 8 plus 17 plus 17 bu da 32. 17'ləri toplayanda 34 olur. Bu 8 də gələndə üstünə 42 olur. Burada 32 idi də. Oldu 76. 9 sualın cavabı. Yox, 74 olur. 2 ilə 2 toplayanda 74 olur. ...74. 10-cu sual. 3 ədədin ədədi ortası 65-dir. Birinci ədəd 57. Tutaq ki, bu birinci ədəddir. Bu birinci, bu ikinci, bu da üçüncü. 57-dir. İkinci ədəd birincidən 5 faiz böyük. 57-nin üstünə 5 gələndə 62 olur. Üçüncü ədədi axtarıram, bunu da x qoyuram. Bunda bunları toplamalıyam. Sayına 3'ə bölməliyəm də. Bu 110, bu da 9. 119 plus x bölünsün 3. Çünki 3 dənə ədəddə toplayıb sayına bölürəm. Nə soruşur? Üçüncü ədədi tapın. Deməli, 3 ədədin ədədi ortası 65-dir. Onda 65-ə bərabər edirəm. 119 plus x bərabərdir. Bunu da vuranda 195 edir. Buradan da x bərabərdir. 195'dən 119 çıxanda 76 olur. Deməli, üçüncü ədəd 76 imiş. İbtidai funksiyanı tapırıq, sonra sərhədləri yerinə qoyuruq. Deməli, bu 3x kvadratın ibtidai funksiyası olur 3 vurulsun x kub bölü 3. Üstə gəl. Bu 2x'in ibtidai funksiyası 2 vurulsun x kvadrat bölü 2. Birin də ibtidai funksiyası x'tir. Buradan bu 3'lər getdi, 2'lər getdi. Nəticə qaldı x'in kubu plus x'in kvadratı plus x. Bax belə. Buradan da sərhədləri verib -1-dən 2'yə. Birinci yuxarı sərhəddi, yəni böyük sərhəddi qoyuram. Sonra çıxacağam, aşağı sərhəddi qoyacağım. Newton Lewis düsturudur da. Deməli 2'ni qoyuram burada. 2'nin kubu 8, üstə 2'nin kvadratı 4. 4 olur. Bu da 2. Bunu toplayanda neçə olur? Bax belə çıxılsın. İndi -1'i qoyuram burada. -1'in kubu -1 olur. -1'in kvadratı ilə 1 olur. Bu da -1 olur. Bunlar islah olundu. Burada -1 qaldı. Bunları toplayanda heç bura mötərizə qoymasam da olar. Neçə oldu? 14. 14. Bu -1 o da 1. Topladı oldu 15. 11-ci sualın cavabı oldu 15. Hədləri 4, 8, 12 olan ədəd hissələrinin 12-ci həddin cəmi. S12 üçün düstur yazıram. 2A1 plus 11D bölünsün 2 vurulsun 12. 12 2'ye xəsar getdi 6 bərabərdir. Bu A1'dir. Yəni birinci ədəd A1'dir. 4'ə bərabərdir. Burada 2'ni 4'ə vuracağım. Məxrəc ixtisar getdi. Ehtiyac yoxdur məxrəci yazmağa. 2 vurulsun 4. Bax burada 2 vurulsun A1 idi. Üstə gəl 11 vurulsun D. Bax bu A2'dir. D-ni tapanda A2'dən A1'i çıxırdım. Yəni 8'dən 4'ü çıxıram 4 olur. 4'ə vuracağım. Və burada da 6 var idi. Bu da 6. Bu 8 elədi. Bu 44 elədi. Vurdum 6'ya. Bu da oldu 6 vur 52. Bu da olur 312. 12-ci sualın cavabı 312'dir. Bir terimindən istifadə edirəm. x1 üstə gəl x2 bərabərdir 4. x1 vurulsun x2 də bərabərdir 1. Bunları orta məxrəc. Buradan yazıram. x1 x2'dir. Böləndə x1'ə olur x2'nin kvadratı plus x1'in kvadratı. Bunu da bu şəkildə yazıram. x1 üstə gəl x2'nin kvadratı çıx 2 x1 x2. Çünki bunu açanda bu müsbət 2 x1 x2 ilə bu mənfisi islah olunur. Bu da x1 x2 bərabərdir. x1 x2'nin qiyməti 1'dir. 1'ə ehtiyac yoxdur. Məxrəc 1 olanda ehtiyac yoxdur. Onda kəsir çəkməyə ehtiyac yoxdur. x1 üstə x2 bu 4'dür. Baba bura 4'dür. 4'ün də kvadratıdır da bura. Onda oldu 16 çıxılsın. 2 vurulsun. 2 burada yazılıb da x1 x2. Bu da 1'dir. Bu da oldu 14. 13-cü sualın cavabı oldu 14. Bu ştriklənmiş sahanı veribdir. 25. Düzbucaqlıdır. Deməli bu düzbucaqlıdır. Burada heç şərtdə qeyd eləməyib. Bu yəqin ki düzbucaqlıdır. Şəkil düzbucaqlıdır.
Bura x qoysam burada x-dir. Buradan hündürlük atıram. Bu hündürlüyü h1 qəbul edirəm. Buradan da hündürlük atıram. Bunu da h2 qəbul edirəm. Baxın, h1 ilə h2-nin cəmi, bax, düzbucaqlının, bax, uzunu, yəni uzun tərəfini verir. Fərqi yoxdur bura. Deməli, bura oldu h1 üstə gəl h2. İndi bax, bunun sahasını 2də 1 h ilə tapıram. Yəni, hündürlük vur oturacaq. S. Bura deyək S1 ol. Yəni, bu AB-yə bura S1 qoyaq, burada S2 qoyaq. S1 bərabərdir. Hündürlük vur oturacaq bölü 2. Yəni, h1 vurulsun x bölü 2. S2 də bərabərdir. Burada hündürlüyü h2 götürmüşəm. Vur x-ə. h2 vur x bölü 2. Və bunları toplamalıyam. Düzbucaqlının sahasını bizdən soruşur. Biz bunları toplayanda h1 x bölü 2 ilə h2 x bölü 2-ni toplayanda orta məxrəc 2-dir. Buradan da h1 plus h2 şəklində yazıram. X-i böltəcə xaricinə çıxardıram. Bax, belə. Verib cəmi 25. Yəni, biz bunları toplayıb 25-ə bərabər eləməliyim. Bu nəticəni 25-ə bərabər eləməliyim. Bərabər də 25. Baxın, buradan bunu çarpaz vururam. Yəni, bax, bu bərabərdən bu tərəfə. Bu oldu h1 plus h2 vurulsun x bərabərdir 50-yə. Düzbucağlının sahasını tapanda, yəni buranın bütöv sahasını tapanda n-in uzuna vurursan. Yəni, x-i vurursan h1 plus h2-yə. Onsuz da buradan x-i h1 plus h2-yə vuranda 50 almışdıq. Deməli, cavab olur 50. Dövrün soruşur. Bunu biz əvvəlcə müxtəsər vurma düsturu kimi ayıraq. Kosinus kvadrat 4x çıxılsın sinus kvadrat 4x. Belə. Və kosinus kvadrat 4x plus sinus kvadrat 4x. Bunun cavabı 1-dir. Bu da açılışdır. Kosinus 8x-in açılışıdır. Yəni, bu 2 qat bucağı düsturudur. Kosinus 2x-in düsturu belə idi. Kosinus kvadrat x çıx sinus kvadrat x. Baxın, burada 2x olanda bura onun yarısı olur. İndi bura 4x isə, bunun 2 qatı da 8x olub. Deməli, bura oldu kosinus 8x vurulsun 1, elə bu da olacaq kosinus 8x. Kosinusun dövrün, tək dərəcədən dövrün tapanda düstur belə idi. 2pi böl modulda k. 2pi modulda k, yəni bu k x-in qabağındakı əmsaldır. Modulda 8-dir, elə ondan 8 çıxır. Bunlar da x-lar gedir, olur pi böl 4 radianla. Dərəcə ilə soruşsaydı, bu da 45 dərəcə olardı. 15-ci sualda cavab oldu 45. Yəni pi böl 4. Rombun perimetri 48 isə 48-i 4-ə böləndə 12 düşür də bunun tərəflərinə. İti bucaq 60 dərəcədir. Bura 60 dərəcədir. Kiçik diaqonalı buradan çəkirəm. Baxın, bu oldu bərabər yanlı bucaq. Bərabər yanlı bucağın bir bucağı 60 dərəcədir. Bir bucaq deyəndə, yəni təpə bucağı. Onda bu oturacağı biçik bucaqlar da 60 olacaq. Bu olduqca bərabər tərəfli. Yəni, bərabər yanlı bucağın təpə bucağı 60 dərəcədirsə, o çevrilir olur bərabər tərəfli bucaq. Onda burada 12-dir. Kiçik diaqonalı soruşurdu. Elə cavab oldu 12. Belə. Deməli, belə 8 bucaqlı verib, düzgün 8 bucaqlı olmalıdır. Burada qeyd edilib. Bunu buradan birləşdirirəm. Bunu da birləşdirirəm. Bunu da birləşdirirəm. Burada bu xət çəkilir. Bu xətlər radiusdur. Yəni, xaricinə çəkilmiş, yəni 8 bucaqlının, düzgün 8 bucaqlının xaricinə çəkilmiş radiusdur. Burada həmin o çevrənin mərkəzidir. Bu R-dir. Burada R-dir. Bunlar hamısı R-lərdir. Baxın, radiuslar. Biri də buradandır. R. Bu 8-ə böləcəyəm bunu. Bura 360 dərəcədir. 360 dərəcəni 8-ə böləndə olur 45 dərəcə. Deməli, bu təpə bucaqlar hamısı 45-dir. 45 dərəcədir. Yəni, bu da bərabər yanlış bucaq. Deməli, 8 bucaqlının bu rənglənmiş 3 dənə bucağı, 3 bucağı, bax 1, 2, 3. 3-ünün cəmi 108 bölü 2 verir. Bunlar hamısı sahələrcə bir-birinə bərabərdir. Onda bu 108-i
108 bölü 2-ni bölürəm 3-ə. Olur 36 kökdə 2. Deməli, bax, bu üçbucaq, bu üçbucaq, bu üçbucaq. Yəni, bunların hamısının sahələri 36 kökdə 2-dir. Bax, bura oldu 36 kökdə 2. Bizdən nəyi soruşur? Xaricinə çəkilmiş çevrənin radisi. Baxın, bu eri soruşur. Yəni, üçbucağın tərəfi. Er bərabərdir, sual işarəsi. Bu üçbucaqda belə bir düstur var. A, B, alfa. S bərabərdir 2-də 1 AB sinus alfa. Bundan istifadə edəcəm. İndi burada A ilə B bərabərdir. Yəni erdir. Hər ikisi erdir. Bucaq da 45 dərəcədir. Yəni bu alfalar, alfa yox, tərəflər. Tərəflər bu erdir. Bu da erdir. Bu bucaq da 45 dərəcədir. İndi bu düsturu tətbiq edirəm. Yazıram S bərabərdir 2-də 1. R vur R. Olacaq R'in kvadratı sinus 45 dərəcə. Bu da bərabərdir 2-də 1. R'in kvadratı. Sinus 45-in də qiyməti kökdə 2 bölü 2-dir. Bunu da vuranda məxrəci məxrəcə vuraq. 4 olsun. Bu da olsun kökdə 2 R kvadrat. Baxın, buranın sahəsini 36 kökdə 2 tapmışdım. Deməli, bu sahəni bərabər edirəm 36 kökdə 2-yə. Kökdə 2-lər ixtisar getdi. R kvadrat bərabərdir. 36-da çarpaz 4-ə vuranda 144. R də bərabərdir 12. Deməli, xaricə çəkilmiş çevrənin radisini soruşurdu. Yəni, bu R-i. Fərqi yoxdur, onsuz da hamısı eyni qiymət. Cavab oldu 12. 17-ci sualda. Xətlərlə məhdudlanmış fiqurun sahəsini soruşur. Bunun qrafikini quraq. Bu x kvadrat oldu ya da 2x kvadrat, 3x kvadrat fərqi yoxdur. Baxın, bunu təxmini, yəni sxematik qururam. Bax, bu şəkildədir. Y0 buradır. Yəni, apsis oxunun üzərinə düşür. X oxu boyunca gedirsən. Sərhədləri verib 2 ilə 3. Bu sərhədlər, biraz bunu böyütsək. Yəni, bu 2 olsun, bu da 3 olsun. Deməli, bu parabola, bax, bu şəkildə gedəcək. Biri buradan gəlir, biri də buradan gəlir. Bax, bizdən soruşur buranı. Nəysə, bu yaxşı düşmədi. Bax, bu belə olsun. Bu da belə olsun. Birini bura yazıram 2-ni, birini də bura yazıram 3-ü. Yəni, bu sərhədlərdir. X-in 2, 3 qiymət. Bax, bu buranı soruşur bizdən, ştriklənmiş hissəni. Burada yazırıq integral 2-dən 3-ə. 2x kvadrat, bu da y-i 0 verim. Onsuz da 2x kvadratdan 0 çıxanda elə 2x kvadrat eləyir. 2x kvadrat dx. Bunun iptidai funksiyasını tapırıq. Bunun iptidai funksiyası olur 2x kub bölünsün 3. Bir dəfə 3 sərhədini qoyuram, bir dəfə 2 sərhədini və çıxıram. Deməli 3, 3-ün kubu 27-dir, 2-yə vuranda 54, çıx. Yenə 3, 2-dir. Sərhəd x-in qiyməti 2-dir. 2-nin kubu 8, 2-yə vuranda 16. 54-dən 16 çıxdıq da burada. 38. Cavab 38 böl 3, 18-ci sualda. Burada qapalı suallardır hamısı. Prosta variantlar verilməyib. İndi bilinmir, bu 38 böl 3 şəklindədir. Ya da belə də yaza bilərik də, bu 13 yox, 12. 36, burada 2. Yəni, fərqi nədir? Bu cavab ya bu cavab. ABC üçbucağında BF tənböləndi. AB 8-dir. Burada da verib 6. AF-in AC nisbətini soruşur. Bura bir x qoyaq. Burada bir y qoyaq. Tənbölən qaydasıdır. Əslində bu xətt düz çəkilmir. Bu biraz maylı. Ya bu tərəfə çəkilməlidir, ya bu tərəfə. Təbii ki, bu tərəfə çəkilməlidir. Yəni, belə gəlməlidir bu formada. Yəni, bu tərəf biraz böyük olmalıdır. Yəni, belə. AF burada olmalıdır. Burada y qoyuram. Bu AF olsun, tutaq. Deməli, bax, bu hissə bundan uzundur.
Çünki niyə 8 6-dan böyükdür? Ya 8 bölü 6 bərabərdir x bölü y yazırlar, ya da 8 bölü x bərabərdir 6 bölü y. Hər ikisini yazmaq olur. Hansı da eyni cavabdır. Mən belə yazıram da 8 bölüsün 6 bərabərdir x bölüsün y. Buradan da x bölü y bərabərdir. X-lər aparanda bu 4'tür, bu da 3'tür. X'i 4K götürürəm. Yəni bura 4K oldu. A-dan F-ə. Bu hissə. Y də 3K oldu. Bura. Bir AF bölünsün AC. AF 4K oldu. AC 4K buradan buradır. Buradan da bura 3K oldu 7K. K'lar da ixtisar gedəndə 4 böl 7. İndi ola bilər cavab belə də olsun. 4 böl 7. 19-cu sualda. Loqaritmik tənlidir. X kvadrat çıxılsın 1 bərabərdir. 2'nin üstü 3. Bu da 8. X kvadrat bərabərdir 9. Bu da bərabərdir plus minus 2. Bir tənliyin kökləri hasilini tapın. Yox, plus minus 3. Plus minus 3. Yəni 3 vurulsun mənfi 3 ya da mənfi 3 vurul 3 fərqi yoxdur. Mənfi 9 olur 20-ci sualda. Burada da yoxlayanda təyin oblastını ödəyir. Biz demişik ki, loqaritmin altı ifadə həmişə sıfırdan böyük olmalıdır. Gətirib bu mənfi 3'ü də qoyanda kvadrata yüksəldəndə 9 çıxılsın 1, 8 sıfırdan böyük olur. Yəni bu onun təyin oblastıdır. Amma burada tək dərəcə olsaydı, yəni biz bunu təyin oblastı yazmalıydı. Yəni x olsaydı x çıxıb 1 böyükdür 0 yazmalıydı. İndi burada cüt dərəcə olduğu üçün onsuz da mənfi 3'ün də kvadratı 9 eləyir, müsbət 3'ün də kvadratı 9 eləyir. 9'dan da 1 çıxanda bura 8 sıfırdan böyük olur. Kosinüs 3x'ə t deyirəm. Kosinüs 3x bərabərdir t. Bunda bu kosinüsün kvadratı 3x bu olacaq t'nin kvadratı. T kvadrat plus 3t çıxılsın 4 bərabərdir 0. Diskriminant bərabərdir 9 plus 16 25. T1 bərabərdir 3. Burada 3 müsbətdir. Mənfi 3 plus 5 bölü 2. Bu 1 elədir. T2 də bərabərdir. Mənfi 8. Bu onsuz da ödəməyəcək. Mənfi 4. Kosinüs x bərabərdir 1. Bunun həll eləyəcək. Amma kosinüs x bərabərdir mənfi 4. Biz demişik kosinüs mənfi 1 ilə 1 arasında qiymət alır. Mənfi 4'ə bərabər olarsa bunun həlli yoxdur. Yəni kökü yoxdur. Bu atıldı. Kosinüs x bərabərdir 1. Yox, burada kosinüs 3x'ə t demişəm. Bucaq burada 3x'dir. Buradan yazaq. Kosinüs 3x bərabərdir 1'ə. Bu da xüsusi aldı. 1'i alır 0 dərəcədə. 2 pidən 1 alır. Yəni 0 dərəcədə 1 alır. Bir də tam dövrə vurur. 360'da 1 alır. Deməli yazırıq 3x bərabərdir. 0 dərəcə üstə gəl. 2 pidən 1 alır. 2 pika. Bu 0'ı da yazmırlar. Yəni 3x bərabərdir 2 pika. 2 pika. Bu piri. Bunu da 3'ə böləndə olur x bərabərdir 2 pika bölünsün 3. Tənliyin ən kiçik müsbət kökü ilə ən böyük mənfi kökü. Ən kiçik müsbət kökü deyəndə biz burada k'ya 1 verəcəyik. Bunda x 1 bərabərdir. K'ya 1 verəndə 2 pi bölü 3 olur. 2 pi bölü 3 dərəcə ilə də 120 dərəcədir. Ən böyük mənfi kökü deyəndə k'ya mənfi 1 verirlər. Buradan da x2 bərabərdir. Elə mənfiyə vuranda bu da olacaq. Mənfi 2 pi bölü 3 mənfi. Bu da mənfi 120 dərəcə olacaq. Köklərin cəmini soruşur. 120 ilə də mənfi 120 toplayanda nə olacaq? 0. Deməli cavab oldu 0. 21-ci sualda. Əgər elədirsə. Məktəb sözünün hərfləri kəsilərək qutuya atılır və qutudan geri qaytarılmamaqla burada qaytarılmamaqla düzgün yazılır. Çıxarılaraq sözlər düzəldilir. Məktəb sözünün yaranma ehtimalı. Bu test toplusunda da var, qəbələ sözü var. Bundan oxşardır. Deməli bu 1, 2, 3, 4, 5, 6 hərfdir. 6 hərf yer dəyişmə eləyəndə 6 faktorialla düzülür. Və burada təkrar hərfi olduğu üçün 2 faktoriyala da bölünür. Çünki 2 dənə hərf təkrarlandığı üçün 2 faktoriyala bölünür. Ehtimal da belə idi. M bölünsün n. Deməli, mümkün halların sayı budur. 6 faktorial, bunu yazıram 4 faktorial, yox.
Belə də yaza bilərəm. 2 faktorial vurulsun. Ya da elə 6 faktorialı hesablayıram. 720, bu da 2 faktorial 2-dir. Böləndə nə olur? 360. Deməli, mümkün halların sayı 360. 360 dənə burada söz yaranıb. Mənalı və mənasız sözlər yaranıb. Bunlardan bir dənəsi mənalı sayılıb. Yəni, məktəb sözü sayılır. Həmin o məktəbin deyir ki, yaranması ehtimalını tapın. Yəni 360 sözdən bir söz yaranıb. Yəni 360 mümkün haldan bir dənəsi məktəbdir. Bu da olur 360-da 1. Cavab oldu 360-da 1. Neçə düzbucaqlı var? Bunu kombinizonla da tapmaq olur. Saymaqla da tapmaq olur. Saymaqla tapaq. 1, 2, 3, 4, 5, 6, 7. Bunları toplayaq. Toplayanda elə burada toplayıram mən. Bu 6, 10, 15, 21, 27. Deməli 28. Sətir boyu 28 oldu. İndi sütun boyu 1, 2, 3, 4. Bunları da toplayırıq. Yəni burada mən toplama qoydum. Bunları toplayanda neçə olur? 10. Vurma prinsipidir. 10 vurulsun 28. Olur 280. Bax belə. Ya da kombinizonla. Düzbucaqlının 4 dənə təpəsi var. Bax 1, 2, 3, 4. Burada şaquli xətləri sayıram. 2, 3, 4, 5, 6, 7, 8. Kombinizon 8-dən 2-yə götürürəm. Çünki 2 şaquli xət düzbucaqlını görürsünüz 2 tərəfini əmələ gətirir. Bura ilə buranı. Üzr istəyirəm. Bura ilə şaquli xət bura ilə buranı əmələ gətirir. İndi üfüqi xətləri sayıram. 1, 2, 3, 4, 5. Bu da vurulsun kombinizon 5-dən 2-yə. Çünki 2 dənə üfüqi xət düzbucaqlının 2 tərəfini əmələ gətirir. 8-dən 2-yə 8 faktorial bölünsün. 8 çıxılsın 2. 6 faktorial vur 2 faktorial. 5-dən 2-yə də 5 faktorial. 5-dən 2 çıxdım 3 faktorial vur 2 faktorial. 8 faktorialı mən yazıram 6 faktorial vurulsun 7 vurulsun 8. 6 faktorial vurulsun 7 vurulsun 8. 6 faktorialdır. 6 faktorial. Bunlar ixtisar getdi. 2 faktorialımız 2-dir də, bunu silirəm. 7, 8-in 56 ilə 2-yə də böldüm. 28. 5 faktorial da belə yaza bilərəm də. 3 faktorial vur 4 vur 5. Yəni bunu sildim, yerinə bunu yazdım. 3 faktoriallar getdi. 4, 5-in 20. 20-ni də böldüm. 2 faktorial 2 edir. Bu da 10. Buranda 280. Yəni bir usul bu, 2 usul bu. Yəni 2 usulla yazmaq olur. Funksiyanın azalma aralığı. Bunu 9 sinif üsulu ilə də tapmaq olar. 11 sinif törəmə ilə. Törəmə ilə necə tapılır? Biz demişdik ki, törəmə böyük bərabərdə 0 olanda artandır. Fərqi nədir? Bu y oldu ya da fx oldu. Funksiyadır onsuz da. Fx fərqi yoxdur. Bunun törəməsini tapıram. F törəmə x bərabərdir. Bax, bunun törəməsini tapanda bu olur 6x çıxılsın 18. Onda yazıram 6x çıxılsın 18 böyük bərabər 0. 6x böyük bərabərdir 18. Bu da x böyük bərabərdir 3. Deməli, cavab oldu 3. Bu azalma aralığıdır. Azalma deyəndə törəmə kiçik bərabər 0. Yəni, bir dənə işarə dəyişir də, kiçik bərabər 0 olur. Yəni, f törəmə x kiçik bərabərdir 0. Törəmə işarəsi. 6x çıxılsın 18 kiçik bərabər 0. Yəni, x kiçik bərabərdir. Bu da mənfi sonsuzluqdan 3-ə 3 daxildir. Bax, belə. Törəmə ilə tapmaq olar bir üsul. Bir də 9 sinifdə yazmaq olur bunu. Tam kvadrata salmaq. Ax kvadrat plus bx plus c bərabərdir a vurulsun x çıxılsın m kvadratı üstə m. Təyin oblasti burada bu qiymətlər çoxluqdur. Yəni, bu ifadə parabolanın təpə nöqtəsinin apsisi idi həm də. Təyin oblasti da deyirlər buna. A müsbət olanda, A böyükdür 0 olanda, deməli, buranı 0-a bərabər eləndə x bərabərdir m olur. Təyin oblasti m müsbət sonsuzluq artan olur. Artan aralıq birləşsin. Mənfi sonsuzluqdan m-ə azalan olur. Azalır. İkisini də birləşdirəndə mənfi sonsuzluqdan müsbət sonsuzluğa təyin oblasti olur. Çünki m onsuz da daxildir bu aralığa. Bunun təyin oblasti bütün həqiqi ədədlər çoxluqdur. Yəni, mənfi müsbət sonsuzluq. Yəni, bu usulla da yazmalar. Bu da bir ikinci usuldur. Yəni, bu 9 sinifdə kvadrat funksiyada bunu istifadə edirlər.
İndi mən bunu bu şəkildə yazacağam. Buradan yazıram. Y bərabərdir 3 vurulsun x minus 3'ün kvadratı. Açanda x'in kvadratı vurulanda 3'ə verir bunu. Sonra 2'ni vurdum x'ə, vurdum mənfi 6x, 3'ə də vurdum mənfi 18x və mənfi 3'ün kvadratı 9 olur. Bu 3'ə də vuranda 27 ilə özümdən çıxı 27 yazmalıyım. Çünki vurub açanda 27 ilə mənfi 27 geçsin, bu qalsın. Bura təyin oblastıdır. Görürsünüz, 0-a bərabərləndə 3 oldu. A da müsbətdir, 3'dür. Görürsünüz, 0-dan böyükdür. Bunda bunun təyin oblasti 3 müsbət sonsuzluq bu tərəfə gedir. Bu artandır. Artan. Birləşsin. Mənfi sonsuzluqdan da 3'ə. Bu da azalandır. İkisi birlikdə təyin oblasti sayılır. Çünki təyin oblasti 2 ilə bölünür. Artma və azalma. Bizdən azalmanı soruşurdu. Cavab mənfi sonsuzdan 3'ə. Belə burada da mənfi sonsuzdan 3'ə. Yəni 2 üsulla yazmaq olur. Burada bu 3 çıx p-ni dəyişib p minus 3 yazanda qabağa mənfi çıxır. O mənfi bura təsir edir. Ona görə elə birbaşa bax belə yazıram. P kvadrat p minus 3 çıxılsın 9 p minus 3. Bunların orta məxrəci ilə p minus 3'dür. Sürətləri də çıxılsın p kvadrat çıxılsın 9. Bu da vuruqlara ayrılır. P minus 3, p plus 3. Bu da p minus 3. Bunlar getdi, qaldı p plus 3. 25-ci sualın cavabı p plus 3. Düzbucağının bir tərəfi 3, perimetri 14 cm. Düzbucağının digər tərəfi ətrafında fırlanmasından alınan fiqurun həcmini tapın. Baxın, bu düzbucaqlıdır. Düzbucaqlıdır. Bir tərəfi 3. Tutaq kiçik tərəfi 3 qoyaq, böyük tərəfi x qoyaq. Bu da 3'dür, bu da x-dir. Perimetri 14'dür. Biz bunları toplayıb, yəni n-lə uzunu toplayıb 2'yə vurub perimetrə bərabərlirdik. Yəni perimetr bərabərdir 2 vurulsun x plus 3 və bu perimetrdə 14'dür. Bu 14'ü də 2'yə böləndə x plus 3 bərabərdir. Neçə olur? 7. 7'dən də çıxanda x bərabərdir 4 olur. Çünki 4 ilə 4'ü toplayanda 8, bunları da toplayanda 6, 14 verir. Deməli, digər tərəfi tapdım 4. Bu tərəf oldu 4. Bu həmişə yadda saxlayın. Düzbucaqlı hansı tərəf ətrafında fırlanır, fərqi yoxdur. İstər böyük tərəf ya kiçik tərəf. Fırlanmadan alınan cisim, yəni fiqur, silindr olur. Burada deyir ki, düzbucağının bir tərəfi 3'dür, yəni 3 enidir. Perimetri 14, düzbucağının digər tərəfi yəni uzunu 4. Onda bu 4'ün ətrafında fırlanırsa, yadda saxlayın, hansı tərəf ətrafında fırlanırsa, o silindrin hündürlüyü olur. Digər tərəf silindrin radisi olur. İndi mən bu şəkli dəyişirəm. Yəni, tərəflərin yerini dəyişirəm. Elə bil ki, bax, bu 4 oldu, bu da 3 oldu. Bax, bu fırlanma oxudur. Fırlananda təkrar bir dənə də fiqur burada yaranır, düzbucaqlı. Və fırlananda bu çevrəcizir, bax belə. Bu da çevrəcizir, bu oldu silindr. Silindrin hündürlüyü buradır. H 4'ə bərabər oldu. Yəni, hansı tərəf ətrafında fırlandı? Uzun tərəf ətrafında fırlandı. Fırlanan tərəf hündürlük sayılır. Digər tərəfdə radius sayılır. Yəni, bu 4'dür. H 4'dür. Radius da buradan bura 3'dür, 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 3'dür. R də oldu 3. Həcmin soruşur, V bərabərdir. S oturacaq, vur H. S oturacaq dairədir. Olur pi R kvadrat vur H. R radiusdur. 3'ün kvadratı 9. Pi'ni arkada yazacağım. H da 4'dür. Vur 4 pi. Bu da olur 36 pi. Santimetrin kubu. 26. sual. Çevrənin radiusu 6 santimetrdir. Bu çevrənin mərkəzi olsun. Radius buradan çəkilsin. 6, 6'dır. Və mərkəzi bucaq uyğun qövsün dərəcə ölçüsü. Və mərkəzi bucaq buradır. Uyğun qövs də bura. Pi bölüşdür. Pi bölüsü dərəcə ilə də yazmalı, radianla da. İndi pi bölüsü radianlandır. 183'ə böləndə 60. Yəni mərkəzi bucaq 60 dərəcədirsə, elə qövs də demişdik ki, mərkəzi bucaq söykəndi qövsə bərabər. El qövs bərabərdir, yəni buranın uzunluğunu soruşur. Qövsün uzunluğu. Üstür belə idi. Pi R alfa bölünsün 180 dərəcə. R burada radiusdur, 6'dır. Alfa mərkəzi bucaqdır, 60 dərəcədir. Pi-dəki qiyməti verilməyib. Bəzən 3 verilir, yuvarlaq verilməyib də. Elə pi də qalacaq, bölü 180.
Bu 60 ilə 180-i ixtisar apardım 3. Altında 3 apardım. Oldu 2 pi santimetr. 27-ci sual. Yox, burada və mərkəzi bucağa uyğun qövsün dərəcə ölçüsü pi bölü 3-dür. Qövsün uzunluğunu tapın. Bunda bunu dərəcəyə çevirməsəm, radiandan soruşsa, bunda L qövs bərabərdir. Pi vur. Mərkəzi bucaq alfadır. Həmin o mərkəzi bucaq 60 dərəcə idi də. İndi burada radian verib pi bölü 3 olsun. Bunda pi vurulsun pi bölü 3 vurulsun R. R də 6-dır. Bu da 180. Bu 6-nı 3 ilə apardım 2 elədi. Yuxarıda oldu 2 pi kvadrat, aşağıda da 180. Bunu da böləndə pi kvadrat bölünsün 90. 27-ci sual. İndi burada radianla verildiyi üçün belə hesabladım. İndi burada dərəcə ilə verilsə cavab bu 2 pi olardı. Yəni bu ikində, yəni pini burada hesablamırlar, elə 2 pi santimetr qalır. Bu şəkildə də olanda pi kvadrat bölü 90 santimetr belə olacaq. Yəni qapalı sualdır bunlar hamısı. Prosta variantlar yoxdur da burada. Ona görə cavab belə də verilə bilər, belə də verilər. Əgər radianla verilibsə, axıra qədər radianla hesablanırsa cavab bu olacaq. Burada çevrənin vətərləri bərabərdir. AB vətəri CD vətərinə bərabərdir. Bunların söykəndiyi qövslər də bərabərdir. Çünki teorem var. Vətərlər bərabərsə, bunların söykəndiyi qövslər də bərabərdir. Və bir də bərabər vətərlərdirsə, bunların mərkəzdən məsafələri də bərabər olur. Bax, bu hissəyə bərabərdir. Onda 2x plus 1-i bərabər eləyəm x plus 2-yə. Buradan x-i tapdım 1. X 1-dirsə 2-ni 1-ə vurdum, o da 3. Bura 3-dür, OY 3-dür, OF də 3-dür. Nəyi soruşur buradan? AB, CD 8-dir. AB. AB vətəri 8 isə çevrənin mərkəzindən vətərə məsafə çəkilərsə, bu simmetrik oxdur, vətəri yarıya bölür. Onda 4-4-ə ayrılır. Bu şəkil əslində buradan biraz gəlməli idi. Burada da elə 8-dir, bu da 4-4-ə ayrılır. Çünki məsafə mərkəzdən gəlib, bu simmetrik oxdur, vətəri yarıya bölür. Radius soruşur. Radiusu buradan da ata bilərəm bura. Buradan da ata bilərəm, buradan da ata bilərəm, buradan da ata bilərəm. Mən 1-ini atıram. Bu radiusdur. Pifagor teoremidir. Baxın. Bu katet 3-dür, bu katet 4-dür. Onda hipotenuzda 5 olacaq. Çevrənin radiusunu soruşurdu, oldu 5. Çevrənin uzunluğu tapın. L bərabərdir 2 pi r. Bu radius 5-dir. 2-ni də 5-ə 10 pi. İndi pini də verməyib, belə cavab 10 pi qalacaq 28-də. Funksiyanın tərsini tapın. X-ə y, y-ə x deyib, təzədən y-i tapırıq. Yəni, mən belə yazıram. Y-ə x deyirəm. Buradan da 5, 3y plus 1. Belə bir qayda var. A üstü x bərabərdir b-yə. X-i tapmaq üçün, yəni üstü tənlidir. Loqaritma asasından b olacaq. Mən bunun yerini fırladıram. 5 üstü 3y plus 1 bərabərdir x-ə. Buradan da yazıram loqaritma, yəni bu ifadə. 3y plus 1 bərabərdir. Loqaritma 5 əsasından x. Buradan da 3y bərabərdir. Loqaritma 5 əsasından x. Bu 1-i sağa keçirtdim və 3-ə də bölməliyəm. Y bərabərdir. Loqaritma 5 əsasından x çıx 1 bölünsün 3. Yəni, bax, bu nəticə. Bizə cavabda bu lazımdır. İndi bu funksiya y ilə verilir. Bunun tərsi y ola bilməz. Başqa bir fx ola bilər, ya jx ola bilər, ya y üstü mənfi 1 ola bilər. Fərqi yoxdur. Yəni, nəticə, bax, cavablarda bunu verə bilər. Cavab oldu bu şəkildə. Loqaritma 5 əsasından x çıxılsın 1 bölünsün 3. Buradan 25-i mənfini çıxardıram mörtəzə xaricində. Olur kosinus kvadrat x plus sinus kvadrat x. Bu özü bizə 1-i verir. 25-dən də 1 çıxıram, cavab olur 24. Bu vektorlardır. Bu sürüşü burada, bu vektor işarəsidir. Yəni, bunlar vektor işarəsidir. Nə yazıb, rəqəmlər tam yadımda deyil. Yəni, bu ya toplama olur, ya çıxma olur. Bunu toplama şəklində yazsam, modulunu hesablasam, yəni xoşa gəlməyən ədəd çıxacaq. Çıxma yazaq. 2a. 2a odur ki, 2-ni a-nın koordinatlarına vururam. Yəni a vektordur, bunun komponentləri dedilər, koordinatlardır. 2a nə olacaq? Bir-birinə vurulacaq.
Deməli bunun koordinatları 2, -2, bu da 4. Bu 2A vektorudur. B'nin də koordinatları verib, gəl çıxaq. Buradan 2A-nı silirəm. Yəni bu 2A-dan çıxıram bu B-ni, mən koordinatları yazıram. -1, -6, 4. Bu x1'dir, bu y1'dir, bu z1'dir. Söhbət fəzadan gedir, 3 dənə koordinat var. Bu da x2, y2, z2. Çıxmanın qaydası belə idi. x1-dən x2-ni çıxırdım. Yəni 2-dən -1 çıxanda 3 olur. Sonra y1-dən y2-ni çıxırdım. -2 dəyər olur 4. -2 çıxılsın -6. 6 çıx 2 deməkdə 4. 4-dən də 4-ü çıxanda 0. Modulu soruşur. Modulda kökün altında kvadrat idi. Yəni koordinatların kvadratı. A vektoru x, y, z olarsa modulu, yəni mütləq qiyməti də deyirlər, uzunluğu da deyirlər. Kök altında x kvadrat plus y kvadrat plus z kvadrat olur. İndi bu x-idir, bu y-idir, bu da z-idir. Sıfıra ehtiyac yoxdur. 3-ün kvadratı plus 4-ün kvadratı 25 elədi, bu da 5 oldu. Əgər çıxma oldusa, çıxma varsa burada 5. Dəqiq bilmirəm də, toplama da ola bilər. Amma toplama olsa, beləsinə, yəni rahat qiymət çıxmayacaq. ABC üçbucağında AC tərəfi üzərində belə bir üçbucaq çəkək. ABC. AC tərəfində Y nöqtəsi götürülmüşdür. AY-ni böyük verib. Burada götürək də bu Y nöqtəsi. Buradan belə bir xətt çəkək. AY-ni 6x götürəcəyəm. YC-ni də x götürəcəyəm. Sahələrin tərəflərə nisbəti. Bunu S1 adlandıraq, bunu S2. Qayda belədir. Bu sahənin bu sahəyə nisbəti, S1-in S2-yə nisbəti, bu tərəfin bu tərəfə nisbəti. 6x bölünsün x. Buradan x-lər x-lər gedir, 6 qalır. Görək hansı sahəni verib. ABY. ABY. Buna S1 dedim. Deməli S1-in sahəsini verib 120. Böl S2-ni axtarıram. Yəni buranı axtarıram. Böl S2 bərabərdir 6-ya. Bunu da çarpaz buranda. 6S2 bərabərdir 120-yə. S2-ni tapdım 20. Deməli buranın sahəsini tapdım 20. Buranın da sahəsini 120 vermişdi. ABC üçbucağını soruşur. 2 dənə üçbucağın cəmidir. 120 ilə 20-ni toplayıram, olur 140. 32-ci sualda. İki fəhlə bir işi birlikdə. Bu birinci, bu da ikinci. Biri o birindən 2 gün tez. Birinə x qoyaq, birinə 2x. Yəni bu tezdir, bu da gecdir. 2 dəfə bu çox, yəni bu tez iş görür, 2 dəfə bu az iş görür. 2 gün tez yerinə yetirir. Fəhlələr birlikdə 4 günə. Deməli, sual belədir. Bu bir günə x-də 1-in yerinə yetirir. Bu da bir günə 2x-də 1-in yerinə yetirir. İkisi birlikdə 4 gün isə bir günə 4-də 1-in yerinə yetirir. Orta məxrəc 2x-dir. Bu oldu 2 plus 1 bərabərdir 4-də 1. Bunu da çarpaz vurdum. Bu 3 oldu da. 2x bərabərdir 12. X-i tapdım 6. Deməli, birinci fəhlə 6 gün işləyirmiş. Bu da 2 vur 12 gün. İşi tez bitirən fəhlə, tez bitirən birinci fəhlədir. 6 günə görüb. Gec bitirən olsaydı 12 günə. İşi tez bitirən fəhlə neçə gün iş görüb. Deməli, cavab oldu 6. Əgər məsələ belədirsə. Piramidanın hündürlüyünün ortasında müstəvi keçirilmişdir. Alınan müstəvi kəsin. Fərqi yoxdur, burada 4 bucaqlı piramida oldu, 3 bucaqlı piramida oldu, ya 5 bucaqlı, 6 bucaqlı fərqi yoxdur. Yəni, mən burada 3 bucaqlı piramida çəkirəm. Bax ki, bu 3 bucaqlı piramidadır. Bax belə. Buradan da hündürlüydür. Bu hündürlük bura gəlir. Buradan müstəvi kəsik. Bax, 4 bucaqlı piramida çəkim. Bu şəkil daha da yaxşı görünsün. Bax ki, bu 4 bucaqlı piramida olsun. Bax belə. Bunun hündürlüyü buradan çəkilir. Piramidanın hündürlüyü, baxın, buradan çəkildi bura. Mərkəz hündürlüyü. Müstəvi kəsik. Yəni, bu kəsik, bax, buradan bir dənə kəsik çəkirəm. Başqa rənglə çəkək. Bax, bu 4 bucaqlı kəsik keçir buradan, bax belə. Bax, bu hissədən bax, belə kəsik keçir. Bu balacanın hündürlüyüdür. Bu da böyüyün. Deməli, həcmlərin nisbəti bərabərdir hündürlüklərin kvadratları nisbətinə.
Yəni oxşarlıqdır da bu. Kiçik piramidanın, görək nə soruşur, piramidanın hündürlüyünün ortası. Bunda piramidanın hündürlüyünü baxın buradan bura qədər çəksəm, h qəbul eləsəm ya da h qəbul eləmirəm. Piramidanın öz hündürlüyün 2h qəbul edirəm. Ortası deyəndə bax buradan tutaq ki yarıya bölünür. Bax buradan. Buradan bura h-dır, buradan da bura h. Ona görə böyük piramidanın hündürlüyü bu kəsi idi də. Bax belə. Böyük piramidanın hündürlüyü tutaq ki S-dən O-yadır 2h. Balazanı da bura O1 qoysam, bu da h-dır. H. Görək nə verib? Alınan müstəvi kəsin həcmi verib V1. Birincinin həcmi V1 5-dir. İkincinin həcmi, yəni piramidanın həcmi, onu da V adlandırıram. Həcmlərin nisbəti bərabərdir, hündürlərin kubları nisbəti, oxşarlığı da belədir, kubları. Buradan h-lar ixtisar getdi. Bunda 5 bölünsün V bərabərdir. 2-nin kubu 8. Birinci, mən balacanı yazdım, balacanı yazmalıydım. Yəni birinci həcm balacanı yazdımsa, hündürlüyü də balacanı yazmalıydım. Tutaq ki, piramidanın öz hündürlüyünə V deyək. Həmin o kəsiyin də hündürlüyü bu balaca piramidanın da, yəni buranın. Buna da 5 deyək. Böyüyün hündürlüyü, piramidanın yəni öz hündürlüyü 2h idi. Kiçiyin də hündürlüyü h idi. Bu h-lar getdi, 2-nin kubu 8. Bunda çarpaz vururam. V bərabərdir 40. V yəni piramidanın həcmini dedim, nəzərdə tutdum. Bizdən də piramidanın həcmi soruşurdu. 34-də cavab oldu 40. Oxşarlıqdır. Yəni fərzə fiqurlarında həcmlərin nisbəti ya hündürlərin ya da tillərin kubları nisbəti olur. Dörd dişli çarx dişləri bir-birinə keçmiş formada fırlanır. Çarxların ümumi dişlərinin sayı 671-dir. Çarxlar bir-birini 1, 2, 3, 4 nisbətində döndərir. Ən çox dönən çarxın dişlərinin sayı. Ən çox dönən çarx dediyi üçün biz dişlərin sayı az olanı götürürük. Çünki dişin sayı az olanda çox fırlanır. Dişin sayı çox olanda gec fırlanır. Yəni az fırlanır. Bunu da belə yazırlar da. A 2B bərabərdir 3B. Çünki burada eləcə 1, 2, 3, 4 nisbəti desəydi biz x, 2x, 3x, 4x götürərdik. Amma burada 4 dişli çarxdır. Buna görə bu şəkildə yazacağım. Deməli A2B, A2B 3C 4D. Bunların əkobu 12K olmalıdır. Bunda bu 1-dir də. A olacaq 12K. B olacaq 6K, C olacaq 4K, D də olacaq 3K. Yəni A plus B plus C plus D bərabərdir 675. A neçə K idi? 12K. Plus 6K plus 4K plus 3K. 675. Var toplamda 18, 22, 27K. 27K 675. K bərabərdir 67, 27. 2 dəfə 54. 6 olan 7, 11. Bu da 5 edir. K 25 oldu. Bizdən nəyi soruşur? Ən çox dönən çarxın dişlərinin sayı. Bir dişləri tapaqda. A 12K idi. 12-ni vururam 25-ə. B 6K idi. 6-nı vururam 25-ə. C 4K idi. 4-ü vururam 25-ə. C də C yox D. Neçə K idi? 3K idi. 3-ü vururam 25-ə. Buradan 675. Görün düz böldüm bunu 27-yə. 67 2 dəfə 2 54. Çıxdım. Buradan 3 qaldı. Buradan da 1 qaldı. 13. Bu 5-ə də qətdim 135. 135-də 5 dəfə. 5 2 20 100 5 7 35. Düz bölmüşəm. 6 vur 25. Bu 150 elir. 4 vur 25. Bu 100 elir. 3 vur 25. 75 elir. 10 dənə 25 250. Bu da 300 elir deyir. Əgər səhv etmirəmsə. Burada səhv gedib 25K olmalıdır.
Böyle bunları toplayanda 18, bu da 22, bu da 25K bərabərdir 675, K bərabərdir 27 olur. Şimdi 12'ni vururam 27'ye, 6'nı vururam 27'ye, 4'ü vururam 27'ye, 3'ü vururam 27'ye. Deməli bu 81'dir. 81, 4 dənə 27'də bu. 180, o da 28. 128. Bu da 6 vur 27. 120, o da 42. 162. Bu da 10 dənə 27, 270. Bu da 54, 324. Əgər mexanik səhv eləmədimsə. 4 dənə 20, 80, 4 7-də 28. 108'dir bu. Bu 108'dir. 4 vur 27, 108. Bu da 81. Deməli, ən çox dişi olan 324 budur. Ən az dişi olan 81. Bir ən çox dönən çarx. Çarxın dişlərinin sayı. Dişlərin sayı 81'dir. Bu kiçik çarxdır. Yəni dişlərin sayı az olduğu üçün bu çox dönür, çox fırlanır. Amma burada dişlərin sayı çox olduğu üçün bu ləng fırlanır. Yəni az fırlanır, gec fırlanır. Burada da kiçiyin götürməliyik. Yəni cavabı 81 götürməliyik. Desəydi ki, ən az dönən çarxın dişlərinin sayı, onda bu 324'ü götürərdik. Qrafik forma idi. Nəysə, bu sual cüt günlərdə götürülən saatların miqdarı soruşur. Yazıb qrafik forma yadımda deyil. Yəni bu sualda cüt günlər tutaq ki 2'dir, 4'dür, 6'dır bu günlər. Burada da saat miqdarı neçə saat verilib, hansına uyğun gəlir? 1, 2, 3, 4, 5, 6. Bu da 7 deyək. Vahid parça 1-1. Nəysə, bu sual tam aydın deyil. Üçbucağın iki tərəfi 5-8'dir. X-in ala biləcəyi qiymətlərə görə. Üçbucaq bərabərsizdir. Toplayırıq, çıxırıq. 8 ilə 5, 13, 3. X-in aldığı qiymətlər 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, burada 9 dənə üçbucağı var. Mümkün halların sayı 9'dur. Bərabər yanlı olması. Bərabər yanlı olanda, deməli, buradan 5'i götürə bilərəm. Çünki bura 5 olanda bərabər yanlı olur. Bir də 8'i götürə bilərəm. 2, 8 görürsən bərabər yanlı olur. Başqa mümkün deyil. Deməli, 9 dənə burada üçbucaqdan ikisi bərabər yanlıdır. Ehtimalını soruşur da cavab elə 37'də 9'da 2 olacaq. Cavab 9'da 2 oldu. Bir ovçunun hədəfi vurma ehtimalı 0.8. Tutaq ki, bu PA hadisəsi olsun. 0.8. Bu PB hadisəsi olsun. Topluda da var bu sualdan. 0.6. Hədəfin vurulmaması ehtimalı. Bunlar biri digərindən asılı olmayan hadisələrdir. Yəni asılı olmayan hadisələrin düsturu belə idi. PA birləşsin B, PA vurulsun PB, çıx P, A ilə B-nin kəsişməsi. Buradan da qiymətləri yerinə qoyuram. Yox, bura toplama idi. Toplama düsturda. PA 0.8 üstə gəl. PB 0.6 çıx bunların hasili. Deməli, PA plus PB çıx. Bunları toplayıram. Bu kəsişmə hasildir. Bunları vururdum. 0.8 ilə 0.6'nı vururdum. Bunu toplayanda bu 1,4 eləyir. Çıx. Bu da 0,48 eləyir. Bunda çıxanda neçə eləyir? 4'ün çıxdım. 1, 0,92 eləyir. 38'in cavabı. Yox. Burada nə soruşur? Vurulmaması. Deməli, vurulması ehtimalı 0,92'dir. Vurulmaması deyəndə 1'dən çıxırsan 0,92'ni. Bu da olur 0,8. Bax, bir usul. İkinci usul. Vurulmaması dediği üçün, bax, birincisinin vurma ehtimalı 0,8 ise, birdən 0,8'i çıxanda vurmama ehtimalı soruşduğu üçün, birincinin vurmama ehtimalı 0,2'dir.
Sonra ikincinin vurma ehtimalı 0.6'dır. Birdən 0.6'nı çıxanda vurmama ehtimalı 0.4'dür. Bir hədəfin vurulmaması. Vurulmaması deyəndə bax vurulmama ehtimalları bunlardır. Elə bir-birinə vururuq, olur 0,8. Bu bir usul, bu da 2 usul. Yəni bundan tez yazmaq olur. Asılı olmayan hadisələrdir. Test toplusunda ehtimal bölməsində bu suallardan var 3-4 dənə. Oradan yəqin ki kopya olunub. Prosta qiymətləri dəyişiblər. 39 F1. F1 funksiyası baxın bunun təyin oblastı -1 müsbət sonsuzluqdur. Bu aralıqda 1 var. Onda biz F1'i bu funksiyada qoyacaq yerinə. F1 bərabərdir. Yəni bu hissə verilmiş funksiyadır. 2x plus 1, 2 vurulsun 1 üstə gəl 1 olacaq. 3. F -2. Bax, bunun təyin oblastı mənfi sonsuzdan 1-ədir, -2 bu aralıqdadır. Bunda bu funksiyada qoyacağım. F -2 x-in kvadratıdır, -2'nin kvadratı olacaq 4. Bir topla bunları. 3 ilə 4'ü toplayacağım. Cavab neçə olacaq? 7. 39'da 7 olacaq. -3 6 nöqtəsindən keçən və y bərabər funksiyasının qrafikinə perpendikulyar. Deməli, axtardığım funksiya kx üstəgəl b-dir. Bax, bu funksiyaya perpendikulyardırsa, yəni tutaq ki, birinin qrafiki belədir, digərinin qrafiki belə gəlməli ki, bunu perpendikulyar kəsməlidir bir nöqtədə. İndi bunun qrafiki lap sxematik kimi də göstərim. K'sı müsbətdir. 1.5'dir, B'si 4'dür. Bu qrafik buradan keçir. Bu y oxudur. Qrafik buradan keçir. Buna perpendikulyar olan funksiya dediyi üçün bunun K'sı, bunu K1 adlandıraq, bunu K2. Perpendikulyarda bucaq əmsalların hasili K1'dir. K2'yə vurub -1 yazırdım. Bunda bu 1.5'dir. 1.5 K2 bərabərdir -1. K2 bərabərdir. Yəni -1 böl 1.5. Bunda ona vursam bu 15'dir. Bu neçə olur? Mənfidir. 3'də 2. -3'də 2. Deməli bu -3'də 2 oldu. K'sı mənfi olduğu üçün, yəni bucaq əmsalı. Bir funksiyanın qrafikinə perpendikulyar olan düz xəttin tənliyini tapın. Yəni bunu tapmaq lazımdır, xətti funksiyanı. Düz xəttin tənliyi ax üstəgəl by bərabərdir c-dir. Bunu da bu şəkildə y-i buradan tapanda gəlirdi bu şəklə düşürdü. Yəni buradan by bərabərdir -ax üstəgəl c. Hər tərəfə y-ə böləndə olurdu -a böl b, x üstəgəl c böl b. Həmin o k burada -a böl b-dir. C böl b də b-nin qiymətidir, buradakı b-nin. Düz xəttin tənliyi gəlib xətti funksiyaya düşür də. Deməli, buradan biz k-nı tapdıq. Bu da x-in qiymətidir, bu da y-in. Gətir, burada qoyuram yerinə. Y 6-dır. K 2-ni mən neçə tapdım? -3'də 2. -3'də 2 vur x-in qiyməti. Bu da -3. B-ni axtarırıq da burada, B-ni tapmalıyıq. 6 bərabərdir. -mənfiyə vurdum müsbət. 3'lər getdi. 2 plus b. B də oldu 4. Deməli, bu funksiya y bərabərdir. K2 x üstəgəl b deyildi. K2 -3'də 2 oldu. -3'də 2 x olduğu kimi qalır. Plus b. Bu da 4. Deməli, bunun K'sı -3'də 2'dir. B'si 4. B'si 4'dürsə K'sı mənfi olduğu üçün bu buradan keçirdi. Bu buradan keçir. K müsbət olanda bu şəkildə keçir. Y bunu 4'də. Çünki bunun da B'si 4'dür. Bunun da B'si 4'dür. B, Y oxunu kəsən nöqtədir. Deməli, bu funksiya perpendikulyardır. Qrafik, yəni qrafika perpendikulyardır. Yəni şəkili də göstərdim. Bizdən bax bunu soruşurdu. -3'də 2 plus 4. Keçən sualda bu 40-cı sual. Bu hesablamadır. Bunu çıxarsınız, mənfidir. Bunu da bölərsiniz 2'yə, sonra çıxarsınız. Özünüz taparsınız bunu. Burada mən bunu 2'yə vururam. Başqa usulla da yazmaq olar, amma mən bu usulla yazıram. 2'yə vuranda bu nə olur? 2x, bu da 2y. Tərəf-tərəfə toplayıram. Bunlar islah olundu. Bunları topladım. 5x, bu 6'dır. Bunu da 2'yə vurdum 4. 6 kökdə 2 ilə 4 kökdə 2 ilə 10 kökdə 2. Böldüm. Neçə elədi? 2 kökdə 2. Şimdi buradan bunu silim. X'i tapdım 2 kökdə 2. Y tapanda da y bərabərdir. Y bu tərəfə attım, bunu bu tərəfə keçirdim.
X-dən çıxıram bunu. Yəni 2 kökdə 2-dən çıxdım 2 kökdə 2-ni elədi 0. Y-də 0-dır. 6 vur x kvadrat. Yəni 6 vur x nədir? Kökdə 2-dir də. Bunun da kvadratı neçə olur? 8. Çıx. 3 vurulsun x. Yəni 2 kökdə 2 vur. Y qiyməti 0. Bu 0 olacaq olsun. Üstə gəl 2y-in kvadratı. O da 0-ın kvadratı. Yəni bura getdi 0-a, bura da getdi 0-a. 6 vur 8 neçə oldu? 48. 42-ci sualda cavab oldu 48. 60 dərəcəli ikiyüzlü bucağın bir üzü üzərində 60 dərəcəli ikiyüzlü bucaq deyəndə mən bu şəkildə çəkirəm. Və bu 60 dərəcəli ikiyüzlü bucaq. Yəni əslində baxın, ikiyüzlü bucaq deyəndə 60 dərəcəli. 2 dənə müstəvidir. 60 dərəcədə kəsişirlər. Bax, tutaq ki, belədir. Biri alfadır, biri də betadır. Bunlar 60 dərəcədə kəsişir. Biraz da kiçik olmalıdır, düz bucağa oxşadır. Amma qeyd elədim də 60 dərəcədir. Bir üz üzərində deyəndə buradan götürürsünüz. Tilə qədər məsafə, tilə qədər deyəndə buradan gəlir məsafə. Digər üzə qədər məsafə, bunu da buradan çəkirəm, burada götürürəm. Buradan bura qədər məsafəni soruşur, məsafə 90. Bu da 60 dərəcədir. Deməli, bu 90, bu 60, bu da 30-dur. Bir üzünə qədər verilmiş nöqtədən tilə qədər. Həmin nöqtə buradır, til də buradır. Deməli, nöqtədən tilə qədər məsafəni 6 verib. 90-ın qabağı 6-dırsa, 30 dərəcəli bucaq qaçda katet betonuzun yarısıdır. Burada bura 3-dür. 60 dərəcəli bucaq qaçda katet digər katetin kök 3 misli. 3 kök 3. Bizdən bu məsafəni soruşur, 3 kök 2. İndi bu şəkil qarışıq görsənə bilər. Amma onu ben bu şəkildə. İkiyüzlü bucaq, baxın, belə çəkin. Bu üzü əvəz eləyir. Bu xəttdə bu üzü əvəz eləyir. Bunlar da 60 dərəcə kəsişir. Bunun üzərindəki nöqtə buradan götürürəm. Bir üzün üzərindəki nöqtə, tutaq ki, bu A nöqtəsi, dediyim buradakı həmin o nöqtə. Buradan bura məsafə çəkirəm. Digər üzünə qədər məsafəni soruşur. Deməli, verilmiş nöqtədən tilə qədər məsafə, verilmiş nöqtədən tilə qədər, bu til var idi, bu til. Til, yəni bunu çəkdim, bu həmin A düz xəttidir. Bu da budur. Bax, bu hissə. Deməli, buranı verib 6. Onda 90 dərəcəli bucaq qaçda katet. Görürsünüz, qarşısındakı petonuz 6-dır. 90-ın qabağı petonuzda 6. 30 dərəcəli bucaq qaçdakı katetdə bunun yarısıdır. 60-ın qabağı 3 kök 3. Bizdən də bunu soruşurdu. Cavab 3 kök 3 oldu 43-cü sualda. Bu modul bərabərsizliyidir. Yazıb tam xatırlamıram. Neyse, bu diskriminantı birincini tapaq. Diskriminant bərabərdir 25 çıxılsın 24 bərabərdir 1. X1 bərabərdir 5 plus 1 bölü 2. 3. X2 bərabərdir 5 çıxılsın 1 bölü 2. 2. Bunun köklərin vurğular şəklində yazaq. X minus 3, X plus minusdur bu. Minus X minus 2. Kiçik bərabər 0. 2, 3 intervalı müsbət, mənfi, müsbət kiçik bərabər olsun buradır. Deməli, bunun cavabım 2 ilə 3 arası oldu. Yəni 2.3. 2 ilə 3 daxildir. Bu modul böyüklər üçün bu şəkildə yazılır. Mənfi 3 ilə 3. Bu hissə, bir də bu hissə. Cavabları birləşdirəcəm. Modulun içindəki ifadəni buraya yazırıq. Bu mənfi 3-dən qabaqdır, kiçik deməkdir. X plus 3 kiçikdir, mənfi 3. Birləşsin. Bu X plus 5 3-dən sonra gəlib böyükdür deməkdir. Buradan da X kiçikdir, mənfi 8. Buradan da X böyükdür, mənfi 2. Birləşmə. Deməli, bunun cavabı mənfi sonsuzluqdan mənfi 8-ə birləşsin. Mənfi 2-dən müsbət sonsuzluq. Bu cavabla sistem işarəsidir. Bu cavabı kəsişdirəcəm. Ədəd oxunda da kəsişdirə bilərəm. 1, 2, 3, 4 dənə. Ən balacası mənfi 8. Sonra mənfi 2. Bunlar. Sonra 2, 3. Deməli, buradan mənfi 8. 2 ilə 3. Baxın,
2 iştirekləyirəm bura. Mənfi 8-dən mənfi sonsuzluğa. Bax, bu mənfi 8-dən mənfi sonsuzluğa gedir. Bax, bura. Bu da mənfi 2-dən müsbət sonsuzluğa. Bunu da aşağıdan iştirekləyirəm. Müsbət sonsuzluq. Kəsişən yer buradır. Çünki sistem işarəsi kəsişməni bildirir. 2 ilə 3 də burada parça idi. Yəni daxildir. 2, 3. 44-cü sual. Yəqin ki, bərabərçilik həll edin yazılır burada. Ya da tam xatırlamıram. Yəni bu şəkildə olsa cavab budur. Funksiyanın qiymətlər çoxluğu. Bunu n bərabərdir 4ac ilə də yazırlar. Hazır düsturdur. Bax belə. 4 vur a-nın qiyməti 1-dir. 1 yazıram. C-nin qiyməti 19-dur. Çıx b-nin qiyməti də 2-dir. Kvadratı da 4 olur. 4 vur 1. 4 bura. Neçə elədi? 76. Çıx 4. 72 bölü 4. 18. Qiymətlər çoxluğu. A burada 1-dir. A müsbət olduğu üçün qiymətlər çoxluğu belə olurdu. 18 müsbət sonsuzluq. 18 özü daxildir. 45-ci sual. Hətta bunu bu şəkildə də yazırlar. Bu bir üsul, bu da ikinci üsul. X plus 2 ədilin, yəni bu kvadrat ədili 2 ədilin tam kvadratına salırlar. Açanda x-in kvadratı plus 2x plus 1-dir. Mən bura gərək 18 yazam. Bu 1 ilə 18 toplananda 19. Bura x plus m idi. Burada a yazılırdı. Burada fx. Burada plus n idi. Həmin o n qiymətlər çoxluğu idi. Baxın 18 müsbət. A 1-dir burada. Baxın 1-dir. A müsbət olduğu üçün düsturumuz belə idi. N müsbət sonsuzluq. Həmin burada n-in yerində də baba bu n-dir. Bu təyin oblastıdır. Yəni parabolanın təpə nöqtəsinin apsisi. Bu da qiymətlər çoxluğudur. Yəni qiymətidir. N. Təpə nöqtənin ordinatı. Yəni 2 üsulla yazdıq. Hətta 3-cü üsulda belə ola bilər. x0 bərabərdir m, həmin bu bura. Görsən, buradan elə x mənfi 1-dir. Aparıb yerinə qoyub tapa bilərik. Yəni x0 bərabərdir m, o da bərabərdir parabolanın təpə nöqtəsinin apsisi. Mənfi b. 2 bölünsün, 2 vur 1. Bu da oldu, görürsünüz, mənfi 1. Bayaq da elə mənfi 1-i buradan 0-a bərabərlədə tap. Həmin o x mənfi 1-i gətirib burada qoyuram yerinə, funksiyada. Buradan yazıram, mənfi 1 bərabər. Mənfi 1-in kvadratı 1. 2 vurulsun, mənfi 1, üstə 19. Bu 1 ilə 19 topladım 20, bu da mənfi edir. 20-dən də çıxdım bu 2-ni, mənfi 18. Deməli, bunun ən kiçik qiyməti, yox, mənfi 18 yox, 20-dən çıxdım, müsbət 18. Bunun ən kiçik qiyməti 18-dir. Qiymətlər çoxluqda 18 müsbət sonsuzluq. Yəni, 3 üsulla bunu mən yazdım. 46-cı sual. Funksiyanın qiymətlər çoxluğu. Burada ya sinus kvadratına, ya da kosinus kvadratına gəlsin. İkisindən birinə gəlirsəm. Ya da hətta belə də yaza bilərəm. 3 sinus kvadrat, x üstəgə bu 4-ü. Yazıram 3, 7-ni. Yazıram 3 kosinus kvadrat x plus 4 kosinus kvadrat x. Buradan 3-ü çıxardıram ördəzə xaricinə. Sinus kvadrat x üstəgə kosinus kvadrat x üstəgə 4 kosinus kvadrat x. Sinus kvadrat üstəgə kosinus kvadrat 1 verir. 3-ü 1-ə vuranda 3 olur. Deməli, fx bərabərdir 3 plus 4 kosinus kvadrat x. Kosinus kvadrat cüt dərəcədəndir, yəni kosinus cüt dərəcədəndir. Qiymətlər çoxluğu 0-dan 1-dir. Amma tək olsaydı, yəni kosinus x olsaydı, mənfi 1-dən 1 verərdi. Deməli, bir dəfə belə yazıram. 3 plus 4-ü 0-a vururam, elə 0 olur. Bu oldu 3. Bir dəfə də 3 plus 4-ü 1-ə vururam, 4. Bu da 7. Burada qiymətlər çoxluğu kiçikdən böyüyə. 3, 7. Bu şəkildə. 46-cı sualın cavabı 3, 7. Bunu belə də yazmaq olardı. Fx bərabərdir 3 sinus kvadrat. Yəni, ya sinus kvadratına, ya kosinus kvadratına. İkisindən birinə gəlmə olur. Üstə gəl. 7 bu kosinus kvadratı yazacaqdım 1 minus sinus kvadrat. Bax belə. Çünki düsturumuz var. Sinus kvadrat üstə gəl kosinus kvadrat 1-ə bərabərdir. Buradan bu kosinus kvadratı əvəz edəndə 1 çıx sinus kvadrat olur. İndi burada da 7 qaldı. Bu kosinus kvadratı ilə 1 çıx sinus kvadrat x yazdım. Bu da olacaqdı 3 sinusun kvadratı x üstə gəl 7 çıx 7 sinusun kvadratı x. Buradan da 7 çıx 3 sinus kvadratdan 7 sinus kvadratı çıxanda qalacaqdı 4 sinus kvadrat x. Yenə bu sinus kvadratın yerinə 0, 1 qoyacaqdım. Deməli 7 çıx 4-ü 0-a vurdum.
Elə 0 yazıram. Oldu 7. Sonra sinüs kvadratın yerinə 1 qoyuram. 4'ü 1'ə vururam. 7 çıx 4 bərabərdir 3. Yenə həmin şeydir. 3, 7. Yəni 2 üsulla yazdım. Burada 8 x-ə t-dir. Yox, t-yə ehtiyac yoxdur. Ortaq bura çıxardırıq. 8 x-i çıxardırıq. Bu olur 8. Çünki vuranda üstlər toplanır da. Belə yazmaq olar. Bu 8 vur 8 x-dir. Çünki bu 1'dir. Vuranda üstlər toplanır. Çıx 5 vur 8 x bərabərdir 24. Yəni da bu 1'i silirəm. Elə bir 8 dənə 8x-dən çıxırsan 5 dənə 8x-i. Qalır 3 dənə 8x. Yəni 3 vurulsun 8x. Bərabərdir 24. 24'ü 3'ə böldüm. 8x bərabərdir 8'ə. Bu da üstü 1 deməkdir. Əsaslar eynidirsə qüvvətlər bərabərdir. Cavab oldu 1. 47'də. Bax, cüt dərəcədən, bax bu cüt dərəcədir. Plus moduldur. Qayda var. Cüt dərəcədən x plus modul y bərabərdir 0 da olur. Hətta kiçik bərabərdir 0 olur. Burada bax buranı bir də buranı 0'a bərabərləyib tənliyi həll edirik. Bax belə. Onda bax bu kökün altı ifadəni 0'a bərabərləndə 3 tapdım. Buranı da 0'a bərabərləyəcəyəm. X plus y plus 2 0'a bərabər. Artıq x'in qiyməti 3 var da. Bu 3'ü 2 ilə toplayıram. Y plus 5'i 0'a bərabərləm. Y tapıram -5. Ne yazıb? Sual tam olaraq belə deyil. Belə deyil. Sual tipi növbəti imtahanlarda düşür. Yəni bunu yəqin özündən təxmini tutuzdurub. Yəni deyək ki, yəni bizə lazımdır bunun həllini yazıram. X 3'dür, y də -5'dir. -5 -5 edəndə toplamı olur. 8 olur 48'in cavabı. Katetləri 6, 8 düz bucaqlı üçbucaq. Katetlər 6, 8 isə Pifaqora görə hipotenuz 10'dur. Üçbucağın xaricinə çəkim çevrənin diametri. Üçbucağın xaricinə çevrə çəkilərsə, çevrənin mərkəzi hipotenuzun yarısı idi. Yəni buradan bura radiusdur, buradan da bura radiusdur. Diametrdir. Yəni hipotenuz həm də diametrdir. Deməli radius hipotenuzun yarısıdır. Oldu 5. Çəkilmiş çevrənin diametrini tap. Radiusu soruşsa 5, diametri soruşduğu üçün elə cavab 10'dur. Yəni diametr dediyim kimi hipotenuza bərabərdir. 49'da cavab 10'dur. Diagonalları perpendikular olan bərabəryanlı trapesiyanın oturacaqları 2 və 8'dir. Hazır qayda var. Diagonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü orta xəttə bərabərdir. Yəni h bərabərdir. Oturacaq biri 2'dir, biri 8. Hündürlük orta xətt. Orta xətt bax buradır, da çəkmirəm. Oturacaqları toplayıb bölürdüm 2'yə. Bizdən nə soruşur? Sual tam olaraq belə deyil. Sual tipi növbəti imtahanlarda düşər. Nəysə. Diagonalın uzunluğunu tapın. Diagonalın uzunluğu buradır. Bax bura. Buranı soruşur. Buradan hündürlüyü atıram. Həmin o hündürlüyü tapdım. 5. Biz demişdik bərabəryanlı trapesiyada. Buradan da bir hündürlük çəkirəm. Bax bu hissə ilə bu hissə oturacaqların fərqinin yarısı idi. Yəni 8'dən 2'ni çıxdım 6, böldüm 2'yə 3, burada 3. Onda bura 2'dirsə elə burada 2 olacaq. Bu 8'i sildim. Bu da hündürlüyü attım, oldu düzbucaqlı üçbucaq. Baxın katet, bu da katet, bu da hipotenuz. Bu katet 5'dir, bu katet də 5'dir. Bu bərabəryanlı düzbucaqlıdır. Üçbucaqdır da katetlər A olanda Pifaqora görə hipotenuz olurdu. Kökdə 2 A. Bax belə. Onda burada olacaq 5 kökdə 2. Diagonalı soruşurdu bizdən. Oldu 5 kökdə 2. İndi verilənlərə görə belədir. Bu düsturu isbat eləmə olur. Nəyə görə hündürlük 5 oldu? Bunu mən izahını yazım. Bərabəryanlı trapesiyada hazır qaydadır. Diagonallar perpendikulyar olarsa, hündürlük orta xəttə bərabərdir. Üzr istəyirəm. Hündürlük, yəni trapesiyanın oturacaqları AB olarsa, hündürlük də buradan çəkilir. Fərqi buradan da çəkilə bilər. Böl 2. Hündürlük orta xəttə bərabərdir. Orta xəttə buradan çəkilirdi. Bax buradan. İndi o nəyə görə elədir? Onu mən göstərim ki, hündürlük hardan 5 oldu. Bu bərabəryanlı trapesiyadır.
Diaqonallar perpendikulyardır. Buradan bura diaqonallar çəkirəm. Yəni qarşılıqlı perpendikulyardır. 90 kəsişir, düz buzaq altında kəsişir, eyni şeydir. Buradan bax, kiçik oturacaq 2-dir, böyük oturacaq 8-dir. Bu hissəni uzadıram buradan. Buranı uzadıram. Burada buradan uzadıram, bax belə. Bu paralelogram yaranır. Bax bu şəkil biraz yaxşı çıxmadı bu. Deyək ki, buradan çəkiliydi, bax burada. Bu paralelogramdır. Bura 2 olduğu üçün burada 2'dir. Baxın, bu xətt diaqonal, bu diaqonalla perpendikulyardır. Bu xətt də, yəni bu diaqonal, bu trapesiyanın bu hissəsi ilə buradan bu tərəfə uzananda paraleldir. Bu xəttlə bu xətt paraleldir. Bunu 90 kəsirsə, bunda aksiyomu var. Bu paralel düz xəttin birini 90 kəsirsə, digər düz xətt bunu da 90 kəsəcək. Deməli, bax, bu A, bu B, bu da C. Oldu düz bucaqlı, üç bucaq, təpəsi 90 dərəcədir. Bu katetdir, AB. Bu da katetdir, BC, AC hipotenuz. Buradan trapesiyanın hündürlüyünü çəkirəm. Həm hündürlük sayılır bu, H. Həm də düz bucaqlı, üç bucağın, yəni bu düz bucaqlı, üç bucaqdır. Bunun təpəsindən hipotenuza gələn hündürlükdür. Bura H-dır. Belə bir düstur var, Evklit düsturu deyirlər. Proyeksiya. H-ın kvadratı bərabərdir hipotenuzun bölündüyü hissələrin asılı. Tutaq ki, bura A qoysan, bura B. H-ın kvadratı bərabərdir A vur B. İndi burada da baxın, bu bərabər yanlı trapesiyada bax bu hissə buradan hündürlük çəkəndə, birdən buradan hündürlük çəkəndə bu hissələr dediyim kimi oturacaqların fərqinin yarısı idi. Oturacaq 8-dən 2-dir. Çıxdım elədi 6, yarıya böldüm 3, bu da 3. İndi baxaq. Bu AC hipotenuzu idi. Buradan bura 5'dir. Burada 2 olduğu için burada 2'dir. Bunu buradan silirəm. Bura 2 yazıram. Deməli, baxın, bu hissə buradan bura 5 oldu. Onu burada göstərirəm də. Beş. Yəni, buradan bura 5'dir. Bu hissə 5. Buradan burada 2, bu da 3, bu da 5. Düsturda belə idi. H-ın kvadratı bərabərdir. Bu hissə vur bu hissə. Burada H-ın kvadratı bərabərdir. 5 vur 5. Neçə elədi? 25. Bundan da kök alanda 5. Gördünüz, hündürlük nəyə bərabər oldu? Orta xəttə. Həqiqətən də H bərabərdir. Oturacaqlar 2 ilə 8 idi. Topladım. 10 elədi. Böldüm 2 elədi 5. Ona görə hazır qaydadır. Deyirlər ki, bərabər yanlı düz bucaqlı üç bucaqda diaqonallar perpendikulyar olarsa, hündürlük orta xəttə bərabərdir. Trapesiyanın diaqonalını soruşurdu. Cavab oldu. Bayaq tapdım da 5 kök 2. Çünki bu katet 5'tir. Bura hündürlük. Bu katet də 5'tir. Pifagora görə hipotenuzda 5 kök 2'dir. Cavab oldu 5 kök 2. Sonuncu sualıydı. Buraya qədər sağ olun.